Salam. Bugün servisimizə bir ədəd Dell Icepron 3521 laptopu daxil oldu. Deməli, problem nədir? Problem start var, görüntü yoxdur. Yəni, ön işıqda LED işıq start, LED işıq yanır, lakin görüntü yoxdur. Platformanı qeyd edək. La 9104P reviziya 1.0 qeyd edim ki, Compal platformasıdır bu. Lehimli bir mikroprosesorumuz var, ekran kartımız var və bir ədəd də HM chipsetimiz var. İlk öncə edək, gəlin birlikdə baxaq görək, start verdiyimiz zaman hansı reaksiya olur anakarta və amperimiz neçəyə yüksəlir. Hal-hazırda anakartımızı qoşmuşam. Start verim. Gördüyünüz kimi LED işığımız yandı. Amperimiz isə 0.0.1. Təbii ki, bu normal deyil. Burada start almanın belə deyək, anakart start alsa belə amper yüksəlmirsə, burada belə bir nəticə çıxartmaq olar ki, 3.3 və 5 voltajımız standby, yəni gözləmə rejim voltajımız normaldır. Gəlin, ilk öncə onlara baxaq. Bu iki ədəd Drossel, deməli PL 201 və 200 Drossellərimiz bizim gözləmə rejim Drossellərimizdir. Gəlin, bu Drossellərimizi yoxlayaq. Adaptorumuzu taxdım. Qeyd edim ki, start verməyə ehtiyac yoxdur. Avtomatik olaraq bu voltajlar çıxır. Multimetremizi belə formaya qoyum ki, buradan görünsün. Multimetremizi voltaj rejimi aldım. İlk öncə baxaq. Gördüyünüz kimi 5 voltajımız var. Bu da bizim 3.3 voltajımız var. Daha sonra gəlin nəyə kontrol edək. Daha sonra qeyd edeyim ki, bu amperdə ümumiyyətlə gözləmə rejimindən başqa heç bir drosselimizdə, yəni bobinlərdə heç bir voltaj yoxdur. Yəni əsas sadəcə standby voltajında bobin var deyə anakartımız start alır və multikontrollerimiz də böyük ehtimal ki, aktiv rejimdədir. Burada multikontrollerimiz KB9012QF modeldir. Burada da gördüyünüz kimi baxın göstərim. Baxın burada nədir bu modeli? LY1 fokuslasın. Fokuslasa gəl. Buradakı LY1 drosseli. Baxın bu LY1 drosseli bizim multikontrollerimizə gələn daxili voltaj bölməsidir. Yəni onu da yoxlayaq. Yəni bunları etap-etap yoxlayıram ki, siz də belə ki, digər anakartlarda bu formada yoxlaya bilərsiniz. Deməli, mən gördüyünüz kimi bir dəqiqə görünürmü? Aha, görünür. Və gördüyünüz kimi burada da LY1 drosselimizdə də multikontrollerimizdə belə deyək, voltaj daxil olur. Belə. İndi isə yoxlayacağımız bölmə BIOS'umuzun ayaqlarına baxaq. Burada bu modellərdə həm multikontrollerimiz üçün bir ədəd belə deyək, EEPROM, flash EEPROM var, bir ədəd chipsetimiz üçün, bir də bu kontrollerimizin daxilində, özündə də bir EEPROM var. Bu, belə deyək, problem ümumiyyətlə BIOS-dan qaynaqlanmır. Yəni, bu formada olduğu zaman BIOS yazmağa ehtiyac yoxdur. Çünki BIOS bu formada amperdə zaten aktiv, zaten oxunmur BIOS. Nəyə görə? Çünki amper yüksəlməsi yoxdur deyə BIOS-umuz oxunmur. İlk öncə elə buradan UH6 BIOS-umuzun 8-ci ayağına, 1-ci və 8-ci ayaqlarına baxmağınız yetərlidir.
Qeyd edeyim ki, bu gördüyünüz kimi hal-hazırda voltaj yoxdur və startdan sonra burada voltaj olur. Start verək və voltajımız 0.6. Digər ayağa baxaq, 8-ci ayaq və burada da 0.8 voltaj var. Təbii ki, bu normal deyil və bu formada BIOS belə oxunmur, yəni BIOS-da benzilizasiyaya getmir. İndi isə hansı proseslərə baxaq. Anakartımızın sxemini açaq və oradan incəlik baxacağımız bölmə görək hansıdır ki öncə. Mənim sxemimi öncədən endirmişəm. Kompalla 9104P reviziya 1.0. İlk öncə gəlin biz sxemimizdən az öncə dediyim kimi baxaq burada. Elə ilk öncə flashimizdən baxaq. UH6-dan. UH6 yazaq bura. Bəli. Gördüyünüz kimi bu bizim az öncə yoxladığımız SPH ROM from me 4 MB-lıq bir EEPROM-dur, flashdir, SPH flash. Gördüyünüz kimi burada 1-ci və 8-ci ayaqlarımızda voltaj normal deyildi. Dediyim kimi bu BIOS-dan qaynaqlanmır. Yəni BIOS-da bir problem olarsa ehtiyac yox. Yəni zaten bura daxil olan bir voltajdırsa ilk öncə baxmalıyıq, görək bu voltaj hardan gəlir. Ona görə bu bölməni kopyaladıq və burada axtarış edək. Bizə əsas başlanğıc bölgəsi. Bu qeyd edeyim ki, bunlar çıxa bilər. Bunlar sadəcə qeyd edeyim ki, giriş bölmələrdir. Bizə sadəcə əsas ilk o voltajın başlanğıc nöqtəsi lazımdır. Yəni burada problem başlanğıc nöqtəsindədir. Aha. Elə bu bizim əsas DC drop DC interface bölməsidir. Bu bir çox anakart sxemlərində mövcuddur. Gördüyünüz kimi burada to bu bir növ çevrilmədir. Yəni 5 always power voltajı çevrilir plus VS voltajına, daha sonra 3 VS voltajına, daha sonra 1.5 VS voltajına və buradan da bizə lazım olan plus 3V PCH voltajı. Yəni bu bölmə bizim gözləmə rejimindəki voltajımızdır. Lakin bu bizim voltajımız var idi. Yəni bildiyiniz kimi ilk öncə yoxladıq. Bu voltajımız sağlamdır və nəyə görə bu voltaj, yəni bu MOSFET əslində, yəni bu MOSFET nəyə görə açılmır? MOSFETimizə də baxdığımız zaman gördüyünüz kimi burada bu voltaj daxil olur. Burada isə B plus bias siqnalı daxil olur buradan və MOSFETimiz açılır və buradan da 3 və PCH voltajı aktiv olur. Belə ilk öncə gəlin yoxlayaq görək bu bölmədə voltaj varmı və eyni ilə buradakı baxın bu 3 əsas voltajı yoxlayaq görək bu bölmədə MOSFETlərimiz açılırmı? Dediyim kimi bu MOSFETləri ilk öncə göstərim. MOSFETlərimiz gördüyünüz kimi burada QZ3, daha sonra QZ1, daha sonra QZ7 MOSFETimizdir. Yəni bu MOSFETlər belə deyək, bir növ translasiya olur, yəni voltaj gəlir, MOSFET açılır və digər bölmələrə paylanır. İlk öncə elə başlayaq buradakı QZ3-dən bu dediyim kimi 3V PCH voltajını yaradır. Adaptorumuzu taxaq. Bu gördüyünüz kimi bizim adaptorumuzun, daha doğrusu MOSFETimizin giriş bölməsidir. İndi isə mən start verim. Start verdiyimizdə bu da çıxış bölməsidir. Və gördüyünüz kimi çıxış bölməsində 0.8 voltaj var və eyni ilə baxın
BIOS'umuza da baktığımız zaman eyni voltaj da burada var. 0.8 diyeceğinde 0.7. Bu da burada gördüğünüz kimi voltajımız stabil değil. Yani MOSFET belədək açılmır. Daha sonra burada baxaq, deməli burada baxaq 200 bir voltajına. Gördüğünüz gibi bu giriş bölməsidir. 5 voltajımız var. Lakin çıxışı da 0.3 voltajdır. Burada 3.3 voltajımız var. Standby voltajdır. Qeyd edeyim ki, bunların baxın bu giriş bölməsində standby voltajdır. Bura isə çıxışında isə 0.7 voltaj var. Yəni MOSFETlərimiz burada ümumi olaraq xarab ola bilməz. İlk öncə burada nəyə baxırıq və baxaq görək bu MOSFETlərimiz nəyə görə açılmır və bu MOSFETlərimizin qeyd ayağına gələn siqnalı yoxlayaq. MOSFETlərimizi yoxladıq. Gördüyünüz kimi burada voltajlarımız sabitdir. Yəni gözləmə rejimlərimiz var. Bu normaldır, burada voltaj olmaz. Lakin MOSFETimiz açılmır. MOSFETimiz nəyə görə açılmır? Və başlayaq elə bu MOSFETlərin birindən. Gördüyünüz kimi burada qeyd ayaqlarına mən baxdım. Eyni siqnal daxil olur. Belə biz isə nəyə baxırıq burada? Bizə lazım olan siqnal budur. Və nəyə görə burada voltaj açılmır? Buradakı siqnalın adı bura yazıb və axtarış verək. Görək bu siqnalın başlanğıcı hara gedir, çıxır. Bunlar deyil, bunlar deyil, bunlar deyil. Qeyd edeyim ki, baxın buradakı hamısı əsas siqnalları idi. Yəni burada çıxış siqnalları, burada daxil olan MOSFETlərimizi, tranzistorlarımızı açan siqnallardır. Aha, burası bizim DC battery connector. Bu batareya və adaptor qoşulan bölməsidir. Gördüyünüz kimi burada batareya konnektordur və bu isə adaptor konnektorudur. Və bizim bu siqnalımız biraz böyüdüm. Deməli bizim siqnalımız B+'dur. Yəni burada B+ siqnal daxil olur. Yəni 19 voltajdır. Qeyd edeyim ki, bu 19 voltaj daxil olur. Daha sonra buradan deməli burada da bir ədəd P2 903 və P2 902 var. Deməli burada nə baş verir? Burada always power voltajı daxil olur. Buradan da power OK siqnalı daxil olur. Daha sonra MOSFET bağlanır. B+ siqnalından buradan 100 kOhmluq rezistordan daxil olur. Və avtomatik olaraq burada qeyd ayağını MOSFETimizi açır və buradan da 19 voltaj çıxmalıdır. Belə, indi isə gəlin buradakı MOSFETimizi, daha doğrusu bu çox tranzistor olasıdır. 3 ayaqlı bir MOSFET olacaq. Bunun koduna da birazdan data sheet'ine baxaram. Görək nədir. İlk öncə gəlin biz yoxlayaq bunun ayaqlarını. Belə ki, burada gördüyümüz P2 903 daha doğrusu 903 MOSFET'i və P2 902 MOSFET'imiz var. Burada gördüyünüz kimi mən bunun data sheet'ini endirmişəm. Deməli burada bura birinci ayaq, ikinci ayaq, bu da üçüncü ayaq. Yəni bura 19 voltaj daxil olur. Buradan qeyd siqnaldır və buradan da 19 voltajımız çıxmalıdır. İndi isə adaptorumuzu taxaq. Qeyd edeyim ki, start verməyə ehtiyac yoxdur burada. Yəni bu B+ siqnalı daim aktiv 19 voltaj siqnaldır. Yəni adaptordan gələn siqnaldır. Multimetrəmizdə volt rejimi almışam. İndi isə gəlin elə birinci ayağa baxaq. Birinci ayağımızda gördüyünüz kimi 19 voltajımız var. Bu isə bizim
Aha, bura artıq normal deyil. Qeyd ayağımızdır. Çıxışa baxaq və burada da 1.8 volt və burada da 1.8 voltajımız var. Bəli, artıq MOSFET-imiz belə deyək, qısa qapanmadadır. Yəni bu MOSFET işləmir. Yəni artıq gördüyünüz kimi çıxışımızda 1.8 voltaj var. İndi isə edəcəyimiz proses nə olacaq? Bu MOSFET-in də data sheetini sizə göstəririm. Daha sonra bunu dəyişim və birlikdə baxaq görək. Notqumuzda bir dəyişiklik olacaq. Mənim buradakı MOSFET-imin P kanallı bir MOSFET-dir. Gördüğünüz kimi P kanallı MOSFET-dir bu. Burada mən bir şeyə diqqət etdim. Burada gördüğünüz kimi bu MOSFET-imizi əslində burada səhv yerləşdiriblər. Nəyə görə səhv yerləşdiriblər? Ümumiyyətlə P kanallı MOSFET-də bu diod, belə deyək, bu hissəsi diodun ağzı bu tərəf olur. Yəni sağ tərəfə gördüyünüz kimi burada diodun ağzı əks istiqamətədir və burada source ikinci ayağı burada source olaraq göstəriblər. Əslində gate olaraq birinci ayaqdır burada. Nəysə, bu önəmli deyil. Sadəcə olur da belə deyək, insan xətasıdır. Bu da bir normal haldır. Belə bildiyiniz kimi göstərdim daha doğrusu. Burada B plusumuz var. Lakin burada artıq bizim belə deyək, burada bunun əslində düzdür, burada səhv göstərilib, nəysə. Burada gate ayağımızla bizim artıq burada source ayağında bir qısa qapanma var. Çünki hər iki ayaqda da 1.8 volta göstərir. Əslində burada gate ayağında 1.8 yox, hardasa 3-5 arası bir voltaj olmalıdır. Onun da səbəbi burada gördüyünüz kimi 100 kilomluq bir rezistorumuz var. Belə burada da 19 voltajımız olmalıdır. Yəni buradan 19 voltaj axmalıdır bu 2 və 3-cü ayaqla drain və source ayaqlarında. İndi isə mən bu MOSFET-i dəyişim. Daha sonra nəticəyə baxaq. Mən nə edəcəm? Həm asiloqrafla işləməyə də bir az da toxunaq. Qeyd edeyim ki, bu MOSFET-lərimizin qeyd ayaqlarına baxaq görək. Burada bir inisializasiyada nə baş verir? Yəni MOSFET-imiz açılmayanda nə formada olur? Qeyd ayağında. Qeyd edeyim ki, bunu asiloqraf vasitəsilə daha rahat görmək mümkündür. Belə, mən indi isə adaptorumuzu qoşum. Burada start verdiyimdə qeyd edəcəm. Burada birinci elə 3V PCH siqnalına baxaq. Start verək. Gördüyünüz kimi burada bir siqnalımız var. Lakin qeyd edeyim ki, bu siqnal əslində multimetrəmizdə baxdığımız zaman aşağı voltajlı bir siqnal idi və qeyd edeyim ki, bu MOSFET-lər əslində o voltajla açılmır. Yəni MOSFET-lərimizin açılmama səbəbi odur. Düzgün voltaj axımı olmadığı üçün. İndi isə digər voltajımıza baxaq. Burada 5 voltajımızın 5 VS siqnalına çevrilməsi. Start verdim. Lakin gördüyünüz ki, burada artıq heç bir reaksiya yoxdur. Daha sonra buradan da 3 VS siqnalına baxaq. 3 VS convert siqnaldır. Yəni standby voltajının 3 VS-ə çevrilməsi. Start verək. Burada da artıq gördüyünüz kimi heç bir reaksiya yoxdur. Belə. Bu MOSFET-lərimizdə əslində yüksək voltaj olmalıdır ki, bu MOSFET-lərimiz açılsın. Qeyd edeyim ki, bunlar N kanallı MOSFET-lərdir, 30 voltajla çalışan. Mənim edəcəyim proses, buradakı MOSFET-imizi də dəyişək. Dediyim kimi, sonra baxaq nəticəyə.
Mən MOSFET-imizi dəyişdim. Dedim ki, mən multimetrəmizdə yoxladım. Həqiqətən MOSFET-imiz sıradan çıxıb. Yəni diod rejimdə və müqavimət rejimdə heç bir şey göstərmir. Ona görə də hər iki tərəfdə 1.8 voltaj var idi. İndi isə adaptorumuzu qoşaq. Multimetrəmizi də formada yerləşdir. Və baxaq. Deməli, nəyə baxaq? İlk öncə dediyim kimi B plusa 19 voltajımız var. Daha sonra qeyd ayağına baxaq. Gördüyünüz kimi 3.5 voltajım var. Dediyim kimi 3 və 5 arası voltaj olur bu bölmədə. Bu da bizim çıxışımız. Artıq 19 voltajımız var. İndi isə anakartımıza start verək və bəli, amperimiz artıq yüksəldi. Gördüyünüz kimi amperimiz artıq yüksəlib. Mən adaptorumuzu çıxardım çünki radiatoru bağlamamışam. Mən radiatoru bağlayayım, daha sonra voltajlarımızı yenidən ölçək. Və mən soyutma sistemini bağladım, adaptorumuzu taxmışam. Start verək. Start verək və MOSFET-imizə baxaq. Artıq gördüyünüz kimi 3.3 voltajımız var. Girişində də var, çıxışında da 5 voltajımız giriş və bu da çıxışımız. Bu da 5 voltajımız, 3.3 voltajı və bu MOSFET-imizdə də artıq voltajımız var və burada da BIOS-umuzda da artıq gördüyünüz kimi 3.3 voltaj var. Daha sonra 8-ci ayaq və burada da 3.3 voltaj var. İndi isə mən ekranda qoşaq, görək görüntümüz varmı? Adaptorumuzu qoşaq, laptopumuza start verək və budur. Artıq görüntümüz var. Laptopumuz işlədi. Söndürək, yenidən start verək və budur. Görüntümüz var. Sadəcə burada adaptor onun olmadığı üçün burada da qeyd edir adaptor vatını. Deyirlərdə adaptor kontrol var. Yəni adaptoru yoxlayır vatını, sonra anakarta ziyan olmasın deyə məlumat verir. Gəlin son olaraq da asiloqrafın vasitəsilə həm sizin üçün dediyim kimi bilgi olsun istədim MOSFET-imizə gələn siqnalı baxaq. İlk öncə birinci elə 2Z3 MOSFET-ini yoxlayaq. Start verəcəm və gördüyünüz kimi voltajımız 14.8 voltaj var. Burada qeyd edilir 14.8 voltajı. İndi isə digər MOSFET-ə baxın. Gördüyünüz kimi 18 voltajımız da var. Daha sonra digər MOSFET-imizə baxaq. Üçüncü MOSFET-imizə və belə gördüyünüz kimi voltajımız da stabildir, yəni MOSFET-imiz açılır. Belə bugünkü videomuzda bu qədər. Bacardığım qədər sizə hansı voltajlar önəmlidir, hansı bölgələri yoxlamaq lazımdır, onları izah etməyə çalışdım. Həm də asiloqrafla MOSFET-imizi açılmasında, yəni qeyd ayağının siqnalına baxmağı göstərdim. Gördüyünüz kimi bəzən məsələn bu formada olur ki, yəni start verdiyin zaman amper aşağıda olur və chipset dəyişilir. Yəni məsələn bunda chipset dəyişilsəydi belə gördüyünüz kimi nəticə olmazdı. Ona görə də ilk öncə hər zaman
voltajları kontrol edin. Daha sonra bir belə chipseti, lehimli mikroprosesoru və sair bir şey dəyişin. Yəni voltajları ölçmək mütləq önəmlidir. Belə, bugünkü dərsimiz bu qədər. İnşallah növbəti dərsimizdə görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.